Yaxın əyləşin, videonu axıra qədər izləyin və bilirəm ki, bu videonu onsuz da axıra qədər izləyəcəksiniz. Hörmətli izləyicilər, görürsünüz, məktəbin binasıdır. Sabunçu rayonu Firuz Bayramov adına tam orta məktəb. Mərkəzi yerdir və buralarda belə bir ev qeyri-mümkündür. Və sənədimiz tam mülkiyyət çıxarış, yəni evinlə, torpağınla çıxarışı var. İpoteka ilə götürə bilərsiniz, həmçinin banka da müraciət edib bank vasitəsilə əldə edə bilərsiniz. Bunlar da deyilsə, nağd şəkildə alın, evə də birbaşa qeydiyyata düşə bilirsiniz. Görürsünüz, məktəb, şəxsi tikili, evin önünə qədər asfaltdır. Baxın, maşallah da olsun ki, həqiqətən çox gözəl, səliqəli və baxımlı bir evdir. İndi kesinliklə göstərəcəm bir hamısının ətraflı şəkildə. Sadəcə videonu çox uzatmaq istəmirəm. Həyat üçün ayaq yolu. Həmçinin belə bir əl damısı, ehtiyat su çəni falan bu kimi şeylər də istifadə olunur. Belə bir gözəllik də var ki, hörmətli izləyicilər. Nədir məsələ? İndi aça bilsək qapını göstərəcəm. Baxın podval hissəsinə. Yəni rahat şəkildə polkalarına qədər hər biri qurulub. Görürsünüz, balon banklarda üstündə istifadə olunur deyil, müəyyən əşyalardır. Bax, qışdır, stollar çöldə qalmır, yığırlar bura. Yəni şəxsi tikilinin gözəlliyi buradır. Hər cür incəliyə diqqət olunur. 5 sot yarımda tam mülkiyyət çıxarır. Qiymət isə hörmətli izləyicilər 146 mindən satışa çıxarıldı. Təbii ki, real alıcıya real, amma cüzi qiymət endirimi olacaq. Çünki bu evin bazar dəyəri 170-175 mindən yuxarıdır. Və bildirmək istəyirəm ki, indi bir dənə təsəvvür eləyin. Yəni inşallah ki, bir aya, yarıma bütün ağaclarımız da çiçəkləyəcək. Yəni bura elə bil ki, olacaq Quba, Qəbələ. Dairəvi cüt daşdır. Hətta bəzi yerlər var ki, 3 daşdır. Belə manqalnisi görürsünüz. Bacardığım qədər keyfiyyətli göstərməyə çalışıram ki, diqqət eləsin. Və əlavə olaraq burada belə bir otağı da var ki, yayda gəldiniz burada, nə bilim, oturdunuz, kababınızı tutdunuz, keçib burada istirahət eləmək olar. Həmçinin yay və qış. Şəxsi tikili bir daha vurğuluram. Firuz Bayramov adına 22 nömrəli məktəbin tam yaxınlığı. Yəni tam yaxınlıq dediyimdə göstərirəm. Qiymətimiz 146 mindən satışa çıxarıldı. Dam örtüyü çerpiçya və evinlə, torpağınla çıxarışı var. Həmçinin göstəricində çox rahat şəkildə, yəni belə də göstərdim qoya bilərsiniz. Həm 3-4 maşın belə yerləşdirərsiniz, 1-2 maşın belə yerləşdirərsiniz, həmçinin 1-2 maşın da belə. Evimizdə isə 2 dənə mətbəx var. Keçək ya Allah evin daxilinə. Bu həm giriş hissəsində belə deyək ki, yay mətbəxi kimi istifadə olunur. Daha yuxarı çıxmağa ehtiyac yoxdur. Buradan müəyyən işləri həll edə bilirsən. Və evimiz hörmətli izləyicilər hardasa %55-60% əşyalar qalacaq. İndi isə keçək evin daxilinə də tanış olaq. Buradan gəlirsiniz hörmətli izləyicilər, baxın, mətbəx hissəsi görürsünüz. Həmçinin hamam sanuzeli, duş kabin, hər biri quraşdırılıb və gördüyünüz qədər olduqca genişdir. Bu qiymətə bunu qeyd edim ki, qeyri-mümkündür. Tam yola yaxın, mərkəz yerə hər birinə tapmağınız. Evimiz ümumiyyətcə 3 yataq, 1 qonaq. Görürsünüz qonaqların genişliyini. Evin stil sistemi kombidir. Bir yataq, ölçüləri də olduqca geniş. 2 otaq, hətta belə keçimi daha geniş görsədim. Və bu da bir daha vurulan qonaq otağı. Yəni tələsin, bu ev qalası evlərdən deyil. Çünki həm göstəririk, həm də ki bu sözü deyirik. İndi isə keçək son yataq otağımızı görsədək. Tam mülkiyyət çıxarış, evinlə, torpağında sənədi var. Qiymətimiz 146 mindən satışa çıxarılır, real alıcıya cüzi qiymət endirimi olacaq. Təbii ki, ev sahibi tərəfindən və gördüyünüz qədər də ki, nə evin, nə də ki, çöl hissənin təminlə bağlı heç nə ehtiyacı yoxdur. Damofonuna qədər hər biri hazır və evimizə 2 yoldan çıxış var ki, bir yol qapısına qədər asfalt, digər yoldan 30-40, nə bilim, atıram 50 metr məsafəyə qədər qruntova, qalan hissəsi isə yeni çəkilmiş asfaltdır.
Yəni mərkəzi yerdir. Allah alan üçün də, satan üçün də xeyirsinəsini hörmətsinizdir. Yəni tələsin, bu ev qalmayacaq. Bax, bu söz deyirəm və hətta həmişəki trendə davam, tarixi və saatı qeyd etdim. Gününüz uğurlu olsun.